Texnologiyanın sürətli inkişafı işlərimizin daha asan və qısa zamanda həll edilməsinə hesablanıb. Bununla da evdən çıxmadan, dünyanın istənilən yerindən alış-veriş etmək, seçdiyimiz məhsulun yaşadığımız ünvana çatdırılmasını təmin etmək mümkündür. Bəs müxtəlif məkanlarda və onlayn platformalarda istifadə etdiyimiz bank kartlarımızın təhlükəsizliyindən kifayət qədər əminlikmi? Son dövrdə şəxsi hesablara müdaxilə və dələduzluq hallarının artması bizi bu barədə düşünməyə vadar edir. Bank kartlarından hər hansı pul vəsaitinin çəkilməsi əsasən application üzərindən olur. Bu application-ı yüklədiyiniz vaxtı konkret olaraq müəyyən icazələr tələb olunur. Verilən icazələri daha diqqətlə oxumaq lazımdır. Misal o icazələrin içərisində sizin şəkillərinizə və yaxud da hər hansısa proqrama və yaxud da daxili materiallara belə deyək də icazələr tələb olunur. Bu icazələri verdiyiniz təqdirdə təbii ki, hər hansı məlumatı sizin telefondan götürə bilərlər. Kartlardan istifadə və təhlükəsizlik ilə bağlı nə qədər məlumatlı olsaq da, ani bir ehtiyatsızlıq bütün pullarımızın oğurlanması ilə nəticələnə bilər. Son dönəmlər respublikamızda gündəmdə olan kartların təhlükəsizliyi ilə bağlı yaranmış problemlərin demək olar ki, 99,9%-də bilavasitə müştərilərin özünün məlumatsızlığı və yanlışlığı nəticəsində informasiyanın digər istiqamətlərə sızması və bundan dolayı bu hadisələrin baş verməsini biz müşahidə edirik. Müxtəlif linklərin göndərilməsi, digər banklar adından zənglərin olunması, məlumat axını qarşı tərəf üçün təmin edildiyi üçün bu zaman bank kartlarına müdaxilə olunur. Bəzi insanlarsa belə halların qarşısını almağın yolunu bir neçə bank kartı istifadə etməkdə görür. Bundan savayı bank məlumatlarının belə deyək, vəsaitlərinin oğurlanması, sosial şəbəkələrdə yaradılmış reklam xarakterli məlumatlar olur ki, hansı ki, belə deyək, daha böyük məbləğdə olan bir şeyi daha ucuz bir qismdə təqdim edib ödənişləri ələ keçirmək üçün bank məlumatlarını oğurlaya bilirlər. Mütəxəssislərin fikrincə, bu işlə məşğul olan şəxslər sizin bank hesablarınız barəsində qismən də olsa məlumatlıdır. Buna görə də onların müştərilərə zəng edərək özlərini bank əməkdaşı kimi təqdim etməsi insanlarda çaşqınlıq yaradır. Bəs belə hallarla üzləşdiyimiz zaman nələrə diqqət etməliyik? Banklar insanların özündən daha çox məsuliyyət daşıyırlar. 3D mühafizə xidməti var, SMS xidməti var, əlavə olaraq qoruyucu sistemlər var. Yəni müştərilər mütləq bu sistemlərdən doğru istifadə etməlidir. Zənglər əsasında, göndərilən linklər əsasında, onlayn müraciətlər əsasında öz kart məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməməlidir. Hesabınızdan pul oğurlandığı halda bank xidmətinin sizə edə biləcəyi kömək məsələnin yalnız hüquqi çərçivədə qaldırılması ola bilər. Alış-veriş elədiyiniz hansı ki sayt var ki, həmən saytın həqiqətən də rəsmi olub-olmamadığını aydınlaşdırmaq lazımdır. Saytın giriş linki var, həmən link üzərində baxmaq lazımdır ki, yəni həqiqətən də bu mən daxil olduğum saytdır. Bəzən məsələn yönləndirmələr verirlər. Tutaq ki, indiki məşhur olan saytlar var, həmən saytlara yönləndirmə verirlər. Ona diqqət eləmək lazımdır. Ən əsas məsələ yəni budur. Bank kartlarımızı tanımadığımız saytlarda qeydiyyatdan keçirərkən şəxsi məlumatların qorunduğundan əmin olmalı, hətta təhlükəsizlik üçün virtual kartlardan istifadə etməliyik. Eyni zamanda PIN kod və məxfi məlumatları ikinci şəxslə bölüşməkdən çəkinməliyik. Unutmayaq ki, diqqət təhlükəsizliyin təməlində dayanır. Natavan Abbaslı, Əli Abbasov, Mirzə Abbasov, Səhər Çağı.